Xanım Zeynəb-i Kübra əleyhissalam dedik ki, dinimizi öyrənəcəyimiz şəxsdir. Baxmayaraq ki, o qədər müsibətlərə məruz qalıb, baxmayaraq ki, öz dövründə doğulandan vəfatınadək məsumların müşayiəti, himayəsi altında olub, amma özü də özünü bir mərcə kimi göstərib. Xanım Zeynəb əleyhissalamdan onlarla bizim rəvayətlərimiz var. Birincisi, hüquq məsələsidir. Xanım belə rəvayət edir. Babam, yəni Peyğəmbərimiz, kişilərin üzərinə hüquqlar müəyyən etdiyi kimi bizim üçün də ərlərimizin hüquqlarını müəyyən etmişdir. Vaxtın məhdudiyyətindən mən birbaşa tərcümə oxuyuram. Ərəbcədən qeyd olunub. Digər bir rəvayətdə xanımlarımız daha diqqətli olsunlar, müraciət onlaradır. Xanım Zeynəb əleyhissalam buyurur, bu hədis xanımların cənnətə girməsi üçün əsas vəsilədir. Buyurur ki, babam Rəsul-i Əkrəm buyurur, əgər qadın 5 namazını qılsa, yəni gündəlik, Ramazan ayının orucunu tutsa, iffətini qorusa və ərinə itaət etsə, qiyamət günü ona belə deyilər, cənnətin hansı qapısından istəyirsən, ora daxil ol. Başqa bir hədisində uca Rəbbimizi həmd etməyin nə qədər böyük savaba malik olduğunu belə buyurur. Kim məxluqatın onun üçün Allaha şəfaətçi olmasını istəyirsə, çox maraqlıdır ki, bütün məxluqatı nəzərdə tutun. Bütün məxluqat qiyamət günü xanımın bu hədisindən aldığımız nəticə budur ki, bizə şəfaət ola bilər. Nəinki canlılar, əqli varlıqlar, hətta qeyri-əqli varlıqlar belə bizə şəfaətçi ola bilər. Kim istəyirsə ki, hər şey onun üçün qiyamətin günündə şəfaətçi olsun, gərək nə edə? Xanım buyurur ki, ona həmd etsin, yəni Allaha. Bəyəm siz eşitməmisiniz? Bax, bu xanımın özünə məxsus fəsahətdir. Məlumatı deyir, cümlənin ortasında əfəla təsməun, bəyəm eşitməmisiniz? Ona həmd səna edəni uca Allah eşidir. Odur ki, Allahdan qorxun, onun sizə olan qüdrəti və sizə olan yaxınlığına görə ondan utanın.